Doktor, xanımlarda 3 və yaxud da 4 süd vəzi ola bilərmi? Bəli, ola bilər. Bəzən bizim bir və yaxud da hər iki qoltuqaltı nahiyəmizdə əlavə süd vəzi müşahidə oluna bilər. Bəzən inkişaf dönəmində süd vəzinin paycığı bir və yaxud da hər iki qoltuqaltı nahiyədə qalaraq əlavə süd vəzi deyilən anomaliyaların inkişaf etməsinə gətirib çıxara bilər. Bəs əlavə süd vəzi olan zaman hansı hallarda həkimə müraciət etməliyik? Normal süd vəzində baş verən dəyişikliklər bizim əlavə süd vəzlərimizə də təsir göstərir. Yəni aybaşıdan öncəki dönəmlərdə, hamiləlik dönəmində, süd vermə zamanı süd vəzlərimizdə ödem şişkinlik yarandığı kimi əlavə süd vəzlərində də yarandığı üçün bu da qoltuqaltı nahiyəmizdə ağrılara, ödəməyə, şişkinliyə səbəb ola bilər. Və xüsusilə də süd vermə dönəmində əlavə süd vəzi ölçüsünün böyüməsi müşahidə oluna bilər. Əgər sizdə də hər iki qoltuqaltı nahiyədə əlavə süd vəzi müşahidə olunursa və bunun ölçüsünün böyüməsini müşahidə edirsinizsə, mütləq şəkildə həkimə müraciət etməyiniz lazımdır.